Sabahınız xeyir olsun kızlar. Hər vaxtınız xeyir olsun. Gününüz xeyirli, uğurlu olsun inşallah. İşləriniz alanda olsun. Belə. Ayağımdan yoldaşımın formasını dünən yumuşdum. Ben ütülüyürəm. Bugün işim buradadır. Pəncərələri falan siləcəm. Allah qoysa. Bu bir otaqları təmizləyəcəm. Demək dünəndən bankalara əl dəymədim. Qızlar özüm durlamadım. Gözlədim ki, qoy adı nədir? Gedək gələk, özləri qurusun. Elə başlayın, yerləşdirin bu bankaları. Düzün desəm, burada Megastora bir girmişəm. Belə yəni qab-qacaq satılan yerlər falan hələ görməmişəm. Dünən düzdür mərkəzdə falan gəzdik, yəni axşam idi də o heç. Yoxsa belə uyğun qiymətə, manatlıq mağaza falan görsəm, girib məsələn oradan saxlama qabı alaram 5-6 dənə. Prosta yoxdur. Yəni görmədim. Daha doğrusu yoxdur dedim də görmədim. Belə. Ona görə ala bilmədim. Dedim hələlik heç olmasa belə ortalıqda qalıb aşağı-aşağı ora-bura dağıla-dağıla qalır. Heç olmasa beyliyimdə bankaları istifadə edeyim, nə olsun. Əsas səliqə olsun da, yəni ona görə. Yavaş-yavaş əvvəl gərək mən olardım, məsələn, uşaqlarsız, necə uşaqlar olardılar, bağçada falan. Gör buranı mən necə kəşf edirdim. İnanın, bir gəzərdim hər tərəfi. Bir tapardım qəşəng yerlər. Eləyərdim də bilir mənim izləyicilərim. Ki, mən yeni yerlər kəşf eləməkdə bir nömrəyəm. Belə. Sonra nə yaptık? Biraz yumru düyü var. Ama yumru aslında uzunluğu çok zor. Bunlara denkler. Şimdi içe alabilsem var. Başka ne kaldı? Makaron var. Baxıram ki, makaronu tutabiləcək banka çıxartmamışam. Neyse bunu həll eləyərik. Nəsə başqa şeylə. Sonra nə var? Yine makaron, 2 dənə. Çay var. İnanmıram çayı da tutacaq. Bir şey. Bunlara iri qab lazımdır yenə. Açılmamış paketləri bu tərəfə qoymuşam. Şurada düyümüz, unumuz var. Hələ bunu da bıram. Bu sıfı da qoyum. Açıq saxlamayayım. Əslində qazan falan yaxşı deyil. Qazanı yaxşı deyil yoldaşımın. Ne gündədir qazanlarda. Bugün yoldaşıma demişəm ki, sən Allah gələndə daha kekotu al. Özə deyil ki, buranın kekotusu qızlar limonlu olur. Deyirəm sən Allah o kekotudan al gətir. Görək bu nə olan şeydir də. Mən də qızlar axır vaxtlar o qədər vərdiş eləmişəm nəyə? Kekotusuz, ümumiyyətlə də nəsə bu şeylərsiz, melisasız çay içə bilməm. Elə çətinlik çəkib çay içirəm indi bu dəqiqədə. İstəmirəm ki, şey deyim. Altına çay içim. Neyse dayanarıq. Görək. Qarşıma çıxmadı. Dünən baxırdım. Gedə-gedə ki bir yer olsaydı alardım kekotu. Görək indi alsın. Gələndə deyib alacam. Alsın bir dəmliyim, bir qəşəng çay içim. Burada. Demək. Yoldaşım zəng vurdu ki, işə gedib. Zəng vurdu ki, hazırlıq görərsən Mehni. Bugün sizi piknik aparacağım. Mən də baxdım. Qarğıdalı vardı. Atdım qaynasın. Baxacam görüm başqa nə eləyə bilərəm. Uşaqlara da bilirsiniz, ta hələ Rasimin əlavə qidaya başladığı dövrdən bir çoxlarına da həqiqətən fikir olub bilirəm. Qızlar da, izləyicilərim də eləməyə başlayıblar. Yumurtanın içərisinə belə çörəklər doğrayıb, çörək yemirdi. Belə hazır omlet hazırlayıram və bunu çox yaxşı yeyirlər. Dəm çanını buradan götürüm. Belə bir tavamız var. Görək yumurtanı necə çıxardacaq. Əlavə eləyək. Qapağımızı da qoyaq. Yumurtamız pişdi. Məktəbə qədər seçimləri olacaq qızlar. Ona görə mən bütün yay tətilini burada qala bilmərəm. Mənim oğlum məktəbə başlayacaq inşallah. Hə? Kim başlayır məktəbə Rasim? Abbas. Abbas səni məktəbə qoyacaq. Bu da ki, həmişə məktəb deyə ağlayır. Düzə məktəbə qeydiyyatdan keçirdirik deyəni tutub tutması. Gəlib oyandan bəriləri. Niyə? Balacadır məktəb. Vedrəmi götürdüm. Vedrə tapmışam buradan skladdan. Bilmirəm belə görsənir ya yox.
Pəncərələrin halını. Geçin. İndi buraları təmizləyəcəm. Başlayaq təmizləyək, görək başımıza nə gəlir. Su. Elə sadə su ilə siləcəm qızlar. Palçığını götürəcəm, sonra da üstündən təmizləyəcəm. Çıxmışam pəncərəyə. Pəncərəni birinci nəm əski ilə belə silirəm, palçığını götürürəm. Sonra qəzetlə, baxın, belə qurulayıram. Məktəb həmişə pəncərələrimizi belə silərdi, inanırsınız. Elə olur, gül kimi parıldayır. Baxın. Bayaq bilirsiniz nə gündə idi bura palçıq. İndi qəşəng səliqəli. Sildim, pəncərələri də sildim. Dünən mətbəxi silirdim qızlar. Gördüm şkafda qəşəng adı nə qədər qəzet. Dedim, hə, mən də heyfslənirdim ki, mən niyə şüşə silən dəsmal gətirmədim. Dedim, qəzetlə bunu söhbəti həll eləyəcəm, rahat. İndi də həll eləyirəm. Olur gül kimi, baxın. Görün necə parlaq oldu. Tərtəmiz. Baxın, heç elə bir şüşə yoxdur. Belə. Vedrə də tapmışam skladdan. Buranın da palçığını mən belə göstərim sizə. Mən görünür ya yox. Palçıqdır bütün. Şüşə. İndi buranı da siləcəm. Baxın, görünür orada. Buraları da siləcəm. Qoxusu o qədər sərtdir, zəhərlənib qalacam axırda. Qoxusu sərtdir, amma baxın, elədir gül kimi. Sodeksdir. Maska ilə təmizləyə bilərsiniz, qızlar. Ya da vurun, çıxın gedin. Mənim kimi tez 5 dəqiqəmsə silməyin. Səbrim tutmur, tez silirəm mən. Gördünüz necə ağartdı, baxın. Oralar nə gündədir. Baxın. Zəhərlənib yıxılıb öləcəm. Bayaq, dünən işdən gəlib yoldaşım. İçəri girən kimi uşaqları elə ki, zalda bağlamışam. Ora ayrı. Oturublar özləri üçün orada. Mən də mətbəxdəyəm. Girdi dedi, buna qoxudu Mehriban. Deyirəm ki, xlorun iyidir. Deyir, belə xlor iyi olur. Kiçik bir yalan atmış ola bilirim. Deyirəm ki, bütün hərbiçi xanımları bu dəqiqə hamısı şeyə qalxıb. Ayağa qalxıblar. Mənim səhifəmə direktim dayanmadan mesaj gəlir. Deyirlər, biz neyiniyə? Biz də filan yerdə yoldaşımız xidmət edir, gedə bilmirik yanına, gələ bilmirik. Biz də gedib qala bilmirik. Sonra yazırlar ki, şeydir, bir xanım var mənim, şeydə qalır xanım, adı nədir? İsmailo'da qalır, orta yaşlarında xanımdır. Deyir, ay balam, illərlə deyir, yoldaşlarımız gedərdi, deyir, Rusiyyətdə deyir, işləyərdi. O qədər deyir, belə şeylər normaldır ki, niyə deyir, belə böyüdüb sizi incidirlər, görmürlər ki, siz deyir, necə əziyyət çəkirsiniz, həqiqətən də. Ay, nə bilim, heç kəsdən xəbəri yoxdur ki, danışır hamı. Seni kahrolsuca. Ay, heç sevmirəm də belə restorana. Kahrolsuca. Bir bunların tozunu sileyim. Demək olar ki, ev səliqəyə düşdü. Buraları çırpdım. Şifanerin üstünü sildim, altını sildim, içlərini sildim. Burada oğlanın paltarlarıdır. Yoldaşımın iş yoldaşı. O da ailəsinin yanına gedib. Bu arada onun da ailəsi Masaldadır. Belə bu hissəni də təmizlədim. Buraların hamısını sildim. Düzdür. Bunun için tozunu aldım. Paltarlarına əl dəymədim. Necə qoymuşdu, elə yerinə qoydum. Burada da belə bir şeylər vardı. Buraları da sildim. Keçdim indi bu lüstraya. Bu lüstraya gedim stul gətireyim. Belə olmayacaq deyəsən. Yoldaşım gələnə kimi bura otağı qutarsam ağıllı qız olaram. Vay, ilişdi. Belə. Qapını da tozunu aldım. Şu yandırım. İndi prisoslayacağım buranı. Bu gözəl saatı da sildim. Bunu da sildim. Bir şey deyim. Özüm saat deyirəm bu gözəl. Evə saat məsələsini dəqiqləşdirə bilmirəm. Öz evimizdə də biləcəriyə. Heç cür saat seçə bilmirəm qızlar. Nə qədər saatlara baxıram, nə edirəm? Bir qərar verə bilmirəm ki, necə saat alım, evə asım. Evdə saat yoxdur.
Burada oldu tərtəmiz qızlar. Baxın, qəşəng sildim bu tərəfləri falan, hər tərəfi qəşəng. Özü də bundan silmişəm, elə zülüm çəkdim. Dünən başlıq alırdım. Qoymadı, dedi ki, mən nə bilim tanış var, ondan alacağam. Onun dükanından. Məni yubatdı. Bununla da zülüm çəkdim ha, buraları silənə qədər. Qurusun, qurumağında olsun buralar. Qəşəng. Hər tərəf oldu çiçək kimi. Təmiz. Bu otaqda belə. Pərdələrini atmışam yemağa, yulsun, gətirib asacağam. Belə işlər. Ay can. Nə verim? Kek istəyirsən? Yaxşı. Hə? Yaxşı. Soyuğu yudum. Qəşəng qızlar. Doğradım. Kek istəyirsən? Ay Allah. Biraz sarı kök. Yallah. Versin. Get otur. Mən çağırda gələrsən verirəm. Yaxşı? Dur. Təpəm. Təpəm buradan. Ay Allah. Ana yox, kek istəyirəm. Kek istəyirsən verəcəm. Dedim verəcəm. Kek istəyirəm. Keks bildim. Keksdən KFC-ni elə deyib bir gün oxşuru. Ana, Nerede? mən kek istəyirəm. Hə. Sonra mən kek istəyirəm. Yaxşı. Ana, kek istəyirəm böyle. Hı. Ana, kek istəyirəm çox. Qaşıqla yeyəcəm çünki sarı köklü dırnaqlarım olacaq yoxsa sarı kök. Qarışdırmağa qızlar qaşıqla qarışdıram yoxsa dırnaqlarım olacaq sarı kök. Yağ da əlavə elədim. Belə. Qalsın biraz belə qoyacağam qızartmağa. Bu tavada qızardacağam yenə. Bu tavada. Yaxşıdır bu tava. Bəyəndim bu tavanı. Qızlar qoydum artıq pişsin. Burada piska vardı, gətirdim, yoxladım, işləmir. Bu altı işləmir. Məcbur oldum belə qızartmağa. Kartofla soyuq qızardıram. Burasını da gəldi bu arada. Tutmazsan, qorxuram ki, yapışdırar, soxuna azı tavada. Durmuşam başın üstündə. Kızlar tam hazır oldu. Pərdələrimi də sərdim. Biraz saray üslubu pərdələr ola bilər, amma nağayraqda da sərdik. Fransuz ki belə pərdələr oxşuyur. Amma ev yox. Əsas təmizdir, əsas səliqəlidir. Zülümdən sərdim, inansız güclə. Heç nə. Bura hazır. Bu otaq oldu tərtəmiz. Buranı belə çık söndürək gedək. Hava qəşəngdir. Qəşəng qızardır qızlar. Amma bu biri var ha, bu biri da məni məhv elədi. Yapışdırdı tamam. Bu yaxşıdır amma bu tavalar yaxşıdır. İzləyicilərim də yazmışdı ki, Mehban xanım bu tava qəşəngdir. Sər-sər o şey yumurtanı da bunda bişirdim axı. Mənim qızlar var idi. Mən trend yoldan bura yoldaşıma 5'li tava qazan dəsti sifariş vermişdim. Sağ olsun onu götürüb pay verib kiməsə. Məni bir dənə toklar vurur bu dəqiqə. Qəşəng belə qarğal qaynatmışıq. Pikinkə hazırlaşırıq getməyə. Buradan necə pikinkə gedəcəm, nə aparacam, nə necə bilmirəm. Hazırlaşım da yavaş-yavaş. Ver əli mənə. Qızlar, qarpızı mən seçmişəm. Allah rəxmət eləsin. Seçdik ki, Həsəndə görək necədir. Nəsə, bu il istəyirəm qarpız yemək. Mən ümumiyyətlə neçə illər heç qarpız dadına baxmamışam. İlk dəfə yoldaşımla nişanlı olanda yoldaşım dadızdırıb mənə qarpızı. Yəni bəlkə də uşaq vaxtı kimsə yedizdiribsə də dadını bilmirəm də. Unutmuşdum. Yəni belə. Yəni bilinçli şəkildə ağlım kəsərək ilk dəfə onunla baxmışam dadına. Ondan sonra da heç yox, da yeməmişəm. Nədir Ayrasin, nə olub? Elə götürəcəyik də, hə, elə. Çörək də götürəcəyik. Götürmüşəm amma nəsə baxa bilərəm təzdən. Gelin görün, nə təzdən. Bıy, da nə oldu? Bunlar hər yerdə 50 qəpik idi, burada 60 qəpik idi. Amma bundan 2 dənə bundan götürürüm. Həyatımın yoldaşı. Başqa görüm nə? Yasin, bundan istəyirsən? Vafli. Apar qoy. Hə, apar qoy ora. Mən qoymuram. Yox, qoy. Yaxşı, qoy tutsun. Eli, görürsən burada kilola yoxdur, çək otu. Çək otu olmaz orada.
Hə. Nə çək otuymuş bunun dadına baxamadıq da, öldükdən. Hə, o çörəyi alırsan, yumuşaq o hansıdır? Orada? Burada qoyublar, yoxsa oradan götürür? Hə, yaxşı. Dedim, baxın belə çörəklər var burada. Bilmirəm, o şokolad içir. Aha. Aa, o da qəşəngdir. Birini ondan, birini bu birisindən ver. Biri o batondan versin. Bir baton verərsiniz. Bir də pide kimi çörəkdə. Yumru çörəkdir. Sağ ol. Üzüm bana. Bax, yaxşıdır, indirimdədir burada 92 qəpiyə. Bizdə bahadır. Hə? Kola götür də. Ne kola? Böyük götür də bir dəfə istəyirsən. Ata, ne kola? Ne kola? Sakit. Hə. Bəsə bura baxıram mən. Sən şey. Tabi. Ata, tabi. Ata bak. Əldəki qoy burada. Ayo. Tabi. Harda var, götürmüşəm. De verəcəm buradan sənə. Yaxşı ki varsan. Bir mənə bax, Nazir, mən sən sinirlərəm bu dünyada. Maraqlı. Burada bir dənə Dubai şokolatı görmüşəm, amma qiymətini hələ bilmirəm. Neçəyə də götürmək istəyirəm. Yoxlamaq istəyirəm. Görək. Kasa növbəsini göstərir. Ayda öyle güzel yerdi ki kızlar. Buranı o kadar beğendim. Səliqəli. Demək qızlar, gətirdiklərimi yavaş-yavaş görüşəm. Çox adınızı yaxşı oldu ki, çox şey gətirdim, ağıllıdır. Götürdüm hər şeyi. Biraz oturum, yoruldum. Keçən ildən xatırlayarsınız yəqin bu donu. Çünki keçən çox geymişəm. Trendyol körfədən əldə eləmişdim bu donu. Çox geymişəm keçəni. Evet. Məndən sonra neçə dənə izləyicini də almışlar. Geri dönüş eləmişdilər. Bilməm bu il var ya yox. Baxaram. Kalbasa falan gətirmişəm. Yaxşıdır. Bu süfrəni sərim bunu necə. İşte piknik zonadır. Hamı burada piknik edir. Mən də orada bir süfrə tapdım evdən. Onu da getirdim. Aydın değil oğlum. Yorğunum, eğlencesiz iş görüp gezmeye çıkaram diyene aşırı yorgun olurum. Anam kızım. Yavaş da. Deyirəm ki, Naxçıvanın çörəklərini mən çox bəyəndim. Qızlar tam mənim zövqümcə çörəklərdir. Əslində qızlar nə yazı var ki, zavod çörəyinə həssət qalmışıq, bura köçən. Amma mən belə çörəkləri sevirəm deyə. Kürək çörəyi falan yox, mənimki bunlardır. Baton, yumuşaq çörəklə, bulka kimi. Qarpız yiyirəm qızlar. İnanılmazsınız. Dediyim kimi var. 2019'da baxmışım, axın səfər qadına qarpızın təsəvvürünü. Mehriban xala. Kim onun uşaq qızlar? Mehriban xala. Ayca. Hayır, Rasim əmi. Buyurun Mehriban. Hı. Buyurun Mehriban.
Samovar, mənim öz samovarımdan da buradakı. Qaynasın, samovar çayda içək. Qəşəng yemək yeyək. Buyurun mehriban. Sağ ol, Rasim. İndi yemək düzəltsəm, gəlib yersən. Gözlə hələ. Qarpız götür. Rasim'inki qarpızdır. Hələ qarpızın yetişmə vaxtı deyil. Sentyabrda öz şeyine yetişir de. Gözlə. Cool toys. Uncle Sam, I think I need your help. Want that toy. Okay. Now's my chance. Sure, but I'm this too. Bakıdan gətirmişəm bu kalbasanı. Bura. To have this toy. Hiç də düşünmüşdüm, pişirəcəyəm, alamadım düşünməyəm. Çünki tıqqaların üstü işləmiş. Əslində nə şey eləsəydi, şey nə eləsəydi, çoxdan bacı olmuşdum həminə. Ne çiçek o? Yanaqlarım. Ha. Ha? Karpuz istiyorsan. Gəl bura, Abbas, gəl bu yana, gəl oğlum. Gəl ananın yanına. Gel anan yanında otur. O korkun sana yanında. Abbas, götür telefonu. Bəsin git köməklə qaqası gətirsin. Benim telefon düştü. Azə, ailə. Götür Abbas, zırrama. Ana ağzımı açıram. Gözler ben özüm götürürüm. Abbasda bir şey var, gəl əlinə şeydir götürər. Saçlar da adamdan diş istəyirəm. Miau. Yeminle. Sesini Durub pişik kimi yanındakı qarpızı yesin, mən də qoymam çox tez yesin, yemək də istəməyəsin. Ooh, that smells delicious. Yiyəcək, köpəcək, sonra yeməyəcək yemək. All done. I Dayan. want some. Qasim, gözlə yemək də yeyək. Gözlə, Kalpası yemiyorum. gözlə, mən sənə yemək yeyək, ət verəcəm indi. Aslında da eski. Ət verəcəm. Koyuk eti. Toyuq ət olsunlar. O yasta tutqaran dəmir. Ara. Rast, Abbas'a bir dənə olar, köməklə adaptırman keçsin bana, mən yedirsin. Gel. Abbas sen anan yanında otur. Electricity. Dur gel. Ona değme, o kalsın. O kalsın. Gəl bura, Ben getireceğim, sen gel. Sen gel, ben getirip koyacağım. Pişirdiyim buradadır qızlar, baxın belə. Nayrıq əlimizdə olan. Swimming costume. Al, götür. Nuş olsun. Sən də bax, gözlə verir. The shovel was like green. Aç, qarpız qoyursun I həndə. squealed. Al. O deyir, əllərimlə bəstirmə bax. The pool was Götür, nə istəsən götür. There was lots. Ala deyib, sən gəllə götür. The water went on forever and ever. And nearly out of the window. Afərin. Willie and Mummy sat in chairs. Mummy waved. I waved to Mummy. A man splashed up and down the pool like a big sea lion. Ne bilsin gayet. Özü bilinəcək də, bul elə. Qaynayarım, şu tez qaynayır. Bul. Oradan su gəlir, həqiqətən görəsən. Su işarəsi qoyublar. Qəşəng yerdir, xoşuma gəldi. Yedik, içdik. Bəlkə də indi. Xoşuma gəldi, qəşəng yerdir. Qarpız yedim. Qəşəng, qarpız yemək mənim üçün elə bir şeydir ki, tez deyirəm, qarpız yedim. Biraz oynasın verəcək, yaxşı. Biraz bacı oynasın verəcək. Sağım var çayım. Hava qəşəngdir, çox xoşuma gəldi bura. Doldursan Eliş. Doludur. Doldurun ha. Ha da, qızmışkən qızsın.
Sözə bax qızmışkən qızsın. Rasim. Salfetka ver. Bax özdə. Nə deyir? Onu görsən sən Allah orada. Nə deyir? Deyir o sözü eşəyim deyir. Mənə də tez mənə baxır. Ver. Tez mənə baxır ki, gör mən nə deyəcəm. Ama ben demiştim ki Qatar dedi. Üşüyüm bombanın gözü. Demək olmaz elə söz. Gizlən pas oynayırlar. Gəl bura, sobey vur, gəl vur. Əl vur bura. Sobey. Belə. Belə elə də, bas, bura vur belə. Deyən sobey. Süper. Sən də vur. İkimiz. Bizdə. Gelin Saydım. gitsene. 1, 2, 9, Şşş, sakit. 10. Açtım gaz bizden pas. Başla. Aman değil aslında. Başlayalım. Bir, iki, Başqa yerdə gizlən də, dair, Aysel. Başqa yerdə gizlənərsən. Şimdi arada açayım. beş, altı, yedi, sekiz, dokuz. Aşkım nasıl bizden bak. Koymadı ki. Niye bakırsan? Baxmaq olmaz. Üç, dört, beş, altı, yedi. Bakırsan Rasim. Bakırsan sen çıkartsın verirsin. Baxma, Rasim, baxmaq olmaz ya. Yum gözü bakma. Dört, beş, altı, yedi, sekiz, dokuz, on, 11, 12, 13, 14, 15, 17, 18, 15'də 17 keçdi. 20. Hadi. Tamam. Basat da. Ana bas, hardadır? Harda da bas. Mama. Buyur. Nasıl güzel. Mama. Nəsə? Açtım. Qorxdu beyit balası. Ha, git sen. Ay, kas gizlən. Da oradan başqa yer bilmir ha. Bakma. Ha, nə yapar? Ha, nə yapar? Ha, nə ata gel? Axtar görək, hanı? Ata. Ha, nə ata? Rəsmi axtar. Axtar bana baxın. Rasim daktar. Axtar. Hani Rasim? Yoxdur ki. Abbas. Aa baba, uşağımın niyə yeri deyirsən? Abbas. Orada. Mən olan yerdə. Ağacın altında. Bak. Şey orada. Şey orada. Şey orada çolun arkasında. Şey. Ana kaka balalara bak. Ana kaka balalara bak. Gördüm. Katamaranı, kakabala yox. Çim. Su elə qəşəng güclü gəlir ki burada.
Rasim kimi istediğim qalacaqda. Tüm bu muydu? Hər yerə sürtülmüşdü. Yaxşı kim? Yu saçları da yu, saçları da yu. Oraya yaxın dur, onun altına gir, suyun altına gir. Ay sen, ne güzel. Şirin bak. Bir tane de elə. Size şampunları tuttular. Babası Rasim giyindirdi mi galiba? Koyacak diyorlar, ne yapsınlar biraz. Neydi? Yat sen. Ha gördüm. Ha? Yo işləmir ki o. Xarabdır. Ha, yaxşı yatın. Üstünüzü örtün. Ha, yatın. Yatın sonra gedəcəyik axşam yenə gəzməyə. Oyun parkına gedəcəyik. Yaxşı gözüm. Yum. Axşamınız xeyir olsun qızlar. Hər vaxtınız xeyir olsun. Demək, elə yatdıq, gəldik. Çox yorğun idim də. Üst-üzə sağlıq. Gəldim, yatdım. Durduq saat 9-a işləmiş. Yoldaşım dedi, harasa gedək. Deyim, yox, bugün getməyək. Dəqiq qalan çay dəmlədim, çay içdik. Sonra uşaqlar da durdu. Onlar da yatmışdılar. Uşaqlar da durdu. Heç nə. Biraz yatdıq. Dincəldik, çay içdik. İndi isə axşam yeməyi ilə bayaqki yeməkdən qalıb. Deyən yeni, deyirəm elə bayaqki yeməkdən qalıb. İndi salat, nə bilim, belə də yayın ki. Salat falan indi hazır edeyim. Oturaq yeyək. Aycan. Abbas yemedi. Abbas yemədi. Yaxşı, orada biraz sürtüb Yusuf. Əlləri yox. Belə qızlar. Ay, buna bax elə çaşıb qabığını atmışam bura. Videonu ayarlamaq istəyərkən çaşdım. Gəldik evə, yaxşıca dincəldik, yatdıq. Durandan sonra yoldaşım dedi harasa gedək, dedim yox. Heç yerə artıq getmək istəmirəm. Həqiqətən çox yoruldum. Üst-üzə sağlıq qızlar. Gəzməkdən yoruldum, tatlı yorğunluqdur. Evdə də iş görürəm deyənə ekstra yorğunum. Hələ inansız gələndən ancaq gecə yoxusu yatmışam da. Yəni belə oturmamışam deyənə. Ona görə biraz yorğunum. Biraz salat hazırladım. Çölə durandan sonra çıxmadıq çölə. Dedim çıxmaq istəmirəm, daha doğrusu biraz dincələk ki, ayaqlarımın da ağrısı falan keçsin. Elə bayaq pişirdiyim, günorta pişirdiyim yeməkdən var. Onu da belə hazırladım. Belə. Hop, hop. Belə qarpız da doğradım, yeməyi də çıxardım. Biraz kalbasa da doğrayım, yemək yeyək. Bir dənə. Al. Üstə. Al. Apar onlarda. Taxta yoxdur deyə reçetini çəkirəm. Bu da ki şeydir, mişar bıçaq olur. Aycan, gəl iki tərəfi, əlinlə bəş tut. Tuta bildin? Apar. Süfrəni düzəldir. Apardın Rasim. Apardım. Bəş tut, aşıtma. Ümumiyyətlə, qızlar, mütəxəssislər məsləhət görürlər ki, uşaqlara belə işləri gördürməyə lazımdır, kiçik əmrlər verməyə lazımdır. Təbii ki, bazarlıqlarını da belə yükləmək mənasında yox. Al oğlum. Kolan da var. Sağ olun. Apar, tuzu da yavaş dağıtma. Aferin. Yemeğimiz de kızdı, demək olar ki. Bunu apara bilməz. Bismillahirrahmanirrahim. Mama geldi. Geldin, hoş geldin. Al, safetka da apar. Götür apar. Ay, böyle
Sonra niyə yeyəcəkdim görəsən? Bir anlıq beyin dayandı. Stəkanları falan hər şeyi apardım. Qaldı hə yemək. Yeməyə çəkim bir dənə qaba, görün nəyə çəkirəm. Sənin gücün çatacaq. Görək baxaq da. Tavaları o qədər pisdir qızlar. Tavadır, qazandı, güclə bişirmiş amma. Ana bu sabah mən pişirmişsən bunu. Hə, sənə bişirmiş. Piknikdən yemişdik də. Piknikdə yemişdik, hə, düz deyirsən. Piknikdə bundan yemişdik biraz. Heç nə. Biraz mən götürə bilərdim də. Ağırdır gör. Necə götürə bilərəm? O çox düzmə. Az qalsın. Bu da çox deyir, olsun, onu apara bilməyəcəksən mənə gəl, balam. Nə apara bilərəm? Bax, götürə bilərəm. Apar onda yavaş-yavaş. Ayaqdan süfrəni qurmağa mənə kömək edir. Yazıq kartofların bəziləri yanıb. Burada da bir dənə bulut tapdım, amma bir dənə də şüşə bulut vardı, bilsəydim onda elə çəkərdim. Onda daha rahat olacaqdı. Amma bəlkə elə mən şüşəyə boşaldım. Yuyaram da. Hər boş şüşəyə boşaldım. Fikirləşdim şüşəyə böyle olacaq. Ana bir dənə mənə çəkərsən. Yaxşı, üstə. Axşam nə yedim? Getirik. Amma necə ki, o üçün yox idi. Uşaqlara da baxırdım, yeməyim. Olmuş değil mi abası? Hə, çox açıq qaldı da, baxma. Yanmıyor. Sola çevir söyle. Söndür. Sönmədi. Yanmayacak. Sola çevir. Sağla. Sağa çevir az. Fazladan bir de sola çevirersin. Sağla sola çevir. Aç. Çəmin tutmuşsan. O var ya, Eliş, o var ha. O 3-4 tane kalbasan. Kulüpten koy 4 tane. Ne kırık? Diye kahve de kulüp koy. Uzun koy. Benim elimin var ha. Her yerde ağrısı kalıyor. Ağrısı. Daha o stəkan kəsən yiyim. İyi davranın. Güzel. Bunu da karıştır. Əllə tutacaqsın. Nəsə var mı? Tutmağa. Bayaq anlatmışdım Instagramda. İzləyicilərim elə bilir ki, çuğun bu qabdır da, nəsə çuğun bir şeydir. Deyirəm, yox, qab deyil, stəkan deyirəm. Deyirlər, ay Mehriban xanım, sizin kimi çaşqa sevən biri, yəni belə bir vəziyyətdə. Deyirəm, yox, nə olub ki, deyirəm. Stəkanı mənim özümün çaşqam belə. Yoldaşıma qoymuşdum. Hə. Belə. Bugün qənaətçil qız kimi hiss edirəm. Nisbətən qənaət eləmişəm hər şeyə. Çox da yemək yeməmişik, evdə olanlardan pişirmişəm. Biraz suya da qənaət eləyim, qənaət eləmişəm. Belə bol-bol yiyən adam istəyir axı da. Ancaq qabı belə çox yeyəsən. Sabah əsas yataq otağımı təmizləməyə bir dənə pisiyor. Oranı da təmizləyəcəm, tozunu alacağım. Zalda əl gəzdirəcəm, tozlu pərdələrini yuyacağım. Yataq otağın pərdəsini yumuşam. Sabah zalın pərdəsini atacağım. Pəncərələrini siləcəm. Всё. Yaxalayım, stəkanları ayrı yuvaram. Belə. Ondan sonra artıq gündəlik belə sil, süpür, yuyuşma olacaq. Köşkü təmizliyi bitirəcəyik. Bu ailətdə də kömək olar ki, köşkü təmizliyi bitirib hər yer. Maraq. Uşaqlara əsas yedirdim, rahatam. Uşaqlar yemək yeyəndə, inanın, məncə bütün analar elədir. Adam elə rahat olur, verirsən dünyanı yiyirlər. Valla, uşaqlar yemək yeyəndə gəl oluram. Əvvəl lap pis idi, hələ çox düzəldim. Pediatr, psikolog, hamısı məsləhət gördülər ki, boş bıraq birazda, yəni sən çox takırsan. Yəni, düşünəndə ki, saxsamızdan axşam etsən yeməyib, çox pijvayla keçirdiydim də, narahat olurdum. Adamın özündən aslı olmayan bir şeydir o. Məncə anaların demək olar ki 90% deyərdim ki, yeni vəziyyətdə.
şamlı. Köhnə qabları var. Məndə bunların razitkalarını böyle köhnə qablardır. Hətta bugün pərdə paylaşmışdım. Bir xanım yazır ki, mənim cehizliyimiz o vaxtı. Sevərin görməyin neçə ilində, yəni pərdəsidir. Çəkmişəm sizin üçün də. Otağı çəkəndə görəcəksiniz bugün təmizlədiyim otağı. Yox, o postu hədə bugün paylaşacağım. Qarışdıram, o part 1, part 2, part neçə bilmirəm daha. Gedənə kimi nə qədər partlar olacaq. Ömrümüzə bu günlərdə belə yazıldı. Həyatımda gəlib Naxçıvanı görmək də var imiş qismətdə. Həqiqətən insan bizim üçün nə vaxt mənə desəydilər, təyyarəyə minib bura gələcəksən, inanmazdım. Amma bunu da görürük. Yığışdıranmaq dəfə silin. Qurulaya bilməyəcəm qabları. Niyə? Çünki çay dəsmalını yumuşam asmışam. Bir dənə çay dəsmalı var. O tərəflərə, bazar tərəflərə gedə bilmirəm ki, nəsə bir şeylər alım. Bazar tərəfə getsəm, saxlama qabı falan alım. Bilmirəm, inşallah. Buranın çörəklərini çox bəyəndim, ama əsas məsələ. Qızlar deyirlər, zavod çörəyinə həssət. Amma mən zavod çörəyinənsə bu çörəkləri çox sevirəm. Yumuşaqdır. Böyle bu da istansa. Böyle.